Bugün Qəbələdə musiqinin səsi biraz fərqli duyulur. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları ilk dəfə 15-ci Qəbələ Beynəlxalq Musiqi Festivalında səhnəyə çıxacaqlar. Hazırda Heydər Əliyev Konqres Mərkəzində son tamamlama işləri aparılır, məşqlər həyata keçirilir və birazdan səhnə onların səsi ilə canlanacaq. Mərkəzin benefisiarları Azərbaycan və dünya musiqisinin incilərini bu səhnədə səsləndirəcəklər. Onu da qeyd edeyim ki, bu onların ilk beynəlxalq səhnə təcrübəsi deyil, çünki artıq dəfələrlə onlar həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq layihələrdə, festivallarda və mədəni tədbirlərdə uğurla iştirak edirlər. Musiqi insanları bir araya gətirən, sərhəd tanımayan universal dildir. 15-ci Qəbələ Beynəlxalq Musiqi Festivalı bu ildə müxtəlif ölkələrdən gələn sənət adamlarını və musiqi sevərləri eyni səhnədə bir araya gətirdi. Festivalda ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də təmsil olundu. Festival çərçivəsində mərkəzin benefisiarlarının hazırladığı əl işlərindən ibarət satış sərgi təşkil edildi. Müxtəlif texnika və üslublarda hazırlanmış 100-ə yaxın sənəd nümunəsi ziyarətçilərin marağına səbəb oldu. Eyni zamanda doststart.az elektron portalı vasitəsilə bu əsərləri əldə etmə imkanı da yaradıldı. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ilk dəfə qatıldığı Qəbələ Beynəlxalq Musiqi Festivalı, inklüziv yaradıcılığın daha geniş auditoriyaya təqdim olunması, həssas qruplara aid istedadlı insanların sənətinin tanıdılması və onların cəmiyyətə inteqrasiyasına dəstək baxımından əlamətdar oldu. Mənə də çox böyük təsir göstərdi. Musiqi tərəfdən də hər şey çox yüksək səviyyədə idi. Mən təcrübəli adamım, çox konsertlər görmüşəm. Çox tədbirlər görmüşəm, amma çox təsir edicidir. Yəni, bunlar da canla, ürəklə və salonda əyləşən bizim insanlarımız da, səhnədə olan sənətkarlarımız da elə bil ki, belə hamısı bir yerdə birləşiblər. Çox gözəl təsir bağışladı. Məni heyran etdi ki, onlar əsl profesional kimi çıxış edirlər. Bu əsl qəhrəmanlıqdır. Mən vallahi ağladım da, hər şey oldu. Fantastik. Fantastik. Kim bu yarattı, kim uşaqlarla işləyir, əsl qəhrəmandır. Mən baş əyirəm. Mən bugün səhər provaya gəldim. Uşaqlarla tanış etdik və çox sevdim onları. Mən eşitdim ki, onlar necə prova üçün səslər mən görürəm, gerçək səslərdir. Amma indi axşam mən göz yaşlarına qədər, vallahi mən deyirəm, mən ağladım. Çox böyük iş görürsünüz. Mən ümidəm ki, bu bir sonuncu konsert deyil. Siz genə bir yerə. Sonra mən gördüm sərgiyi, nələr onlar eləyirlər öz əlləri ilə. Fantastik, mən sizə alqışlayıram. Festival bir daha göstərdi ki, sənət fərqləri deyil, insanları birləşdirən ən güclü dəyərlərdən biridir. Güneş nur